Salamlayıram sizləri əziz izləyicilər. 4-cü turun ikinci qarşılaşması A qrupunda tək bir komandası ilə Cənub Futbol Klubu qarşılaşır. Şərhçiniz mən Mirceyhun Mənsimov və yanında yoldaşım Yunis İsayevdir. Yunis, səni salamlayıram. Mən də səni və bütün Otkab izləyicilərini salamlayıram. Bugün yenə prinsipial qarşıdurma izləyirik. Heç oyuna heç xal olmayan tək bir komandası bugün nə olur olsun qələbə qazanmalıdır ki, yəni şansı qalsın növbəti tura. Bəli. İlk zərbəsi qeyd edək. Ona kimi komandada heyətləri açıqlayaq. Yunis, ilk öncə tək bir komandasının heyətlərini bildir bizə zəhmət olmasa. Tək bir komandasında qapıda Zeynallı Cabbar, Kapitan Bağırov Kamran, Sadıqov Sənani, Şahverdiyev Ramil, Bayramov Xalid və İsmailzadə Fuad. Bəli. İndi isə Cənub Futbol Klubunun heyətlərini açıqlayıram. Kapitan 9 nömrəli Rəhmədov Ülvi, 8 nömrəli oyunçu Tahirov Qoşqar, 5 nömrəli topun başında olan oyunçu Vəliyev Tural, 10 nömrəli oyunçu Ağazadə Ozal, qapıcı Cəfərov Amid 1 nömrəli, 17 nömrəli oyuncu Hüseynov Mais, 14 nömrəli oyuncu Əliyev Elxan, 22 nömrəli oyuncu Bədalov Yusif, 7 nömrəli oyuncu Məmmədov Rauf, 11 nömrəli oyuncu Məhərrəmov Tərlan, 42 nömrəli oyuncu Həsənov Camaldır. Qeyd edək ki, Cənub Futbol Klubu yaxşı heyətlə gəlib bu gün oyuna. 10 nəfərlik heyətlə gəliblər. Bu da oyuna necə ciddi yanaşmalarını göstərir. Bəli. Baxaq nə nəticə verəcək komandasına bu qədər oyuncu ilə gəlmək. Həqiqətən çox gözəl oyun izləyəcəyik. Çünki itirməyə heç olmayan tək bir komandası və qələbəyə ad Cənub komandası. Çox maraqlı oyun. Bəli, Cabbar topu ayaqla yerinə yetirəcək. Fərid Məmmədov bildirir. Ramil Maçın hakimi və həmçinin Otkab təşkilatçısı UEFA kateqoriyalı hakim Fərid Məmmədov. Bəli. Xalid geri oynayır Ramillə. Fuad top istəyirsə ağzını axtara. Uzun bir pas Tural. Top Turaldadır. Pasını verdi Camal. Geri oynadı. Bir daha Tural. Turaldan pas dəqiq olmadı. Çata biləcək Elxan, çata bilmədi. Futbolda hər zaman maraqlı forma nömrələrini şahid olmuşuq. Camal da öz zonasını, rayonunu təmsil edir. 42 nömrəli Lənkəran qeyd edək. forması ilə meydandadır. Komandanın adına uyğun bir forma görürük. Bəli. Qeyd edək ki, Cənub Futbol Klubunda ən qocaman oyuncu oyunda da hal-hazırda bu Əliyev Elxandır, 14 nömrəli oyuncu. Hücumda görürük onu. Camal iki oyuncudan sıyrılır. 3'e 2'dirlər. Qapıcı Cabbar tələsərək çıxdı və Fuad qapıcı ilə üzbəyizdir. Baxaq nə edəcək? Aşırma zərbə. Yox, Tural müdafiədə gözəl oynayır. Gözəl Qeyd edək ki, aşırma zərbə dəqiq olmadı. Hər iki komanda 100% gol atışdan qaçıbdılar. Bəli. Hələ ki hesab açılmayıb, 4-cü dəqiqədir. Baxaq necə olacaq gedişat. Fuaddan Kamrana pas, kapitan itirdi topu amma komandasında qalır. Xalid geri oynayır, Cabbar baxır önə, topu buraxdı Ramilə. Ramildən ara pası keçmədi, dəqiq olmadı. Tural, Elxan topu saxlaya bilmədi. Qapıdan zərbə. Ramil uzun bir pas, Fuad qəbul edəmədi, Camala gəlir top. Amid Tural oynayır. Turaldan pas, Rauf Tərlanla oynayır. Tərlanın pası dəqiq olmadı. Sanki Cənub Futbol Klubu təsir. Səhv etmirəmsə Cənub modern oyununda 4 gol vurmuşdu bir oyunda. Bəli. Qeyd edim ki, Respekt komandası son oyunda məğlub etmişdi. Cənub Futbol Klubu 6-3 olmuşdu. Hakimlər heyəti məğlub olmuşdu. Ondan qabaq isə, yəni ikinci turda modern komandası məğlub etmişdi Cənub Futbol Klubunu, qeyd edim. Sənani topa çata biləcəkmi? Yox. Amid qapıdan çıxaraq topu uzaqlaşdırır. Rauf Turalla oynayır.
Tural sıyrıldı. On pasını verəmədi. Sənani qapçı ilə özbəyizli pas verdi. Fuad. Çox əli Gecikdilər. verdi. Pas atdı Sənani. Xalid pasını verdi. Kapitan Kamranın zərbəsi qapıdan yan keçir. Ayağının çölü ilə gözəl zərbə endirdi. Amid topu yerinə yetirəcək. Tural. Camal pas dəqiq olmadı. Sənani zərbəsi qapçı Amid. Yox. İkinci zərbəni görə bilmədi. Topu qəbul edəmədi Sənani. Rauf irəliləyir. Pasını verdi. Top çatmadı və top meydanı tərk edir. Amid topu yerinə yetirdi. Camaldadır top. Camal topu buraxır Raufa. Raufun pası keçmir. Xalid. Xalid gözləyir. Pasını verdi Ramilə. Ramil Kamranla oynayır. Bir daha Ramil irəliləyir. Pas dəqiq olmadı. Tural silahı dəyişir. Rauf qoymadı top çıxsın. Yox. Top meydanı tərk edir. Fuad baxır. Geriyə oynadı. Yüksək tempdə başlayıb. Ramil. Önü boşlu zərbə görəcəyimi Ramildən. Ramilin zərbəsi dəqiq olmadı. Amid Turalla oynayır. Turaldan aran pası Elxan pasını verdi. Rauf çatdı topa. Tərlan nə edəcək? Pas verəcəkmi? Pasını verdi Camal. Zərbə gələcəkmi? Yox. İrəliləyir amma dəqiq olmadı. Sənani 3-ün 1-ədilər. Pasını verdi. Fuad bir daha Sənani ilə oynayır. Gözəl paslaşmalar görürük amma qapısı yerindədir. Tərlan əşsizim görəcəyimi? Cənub komandası müdafiədə boşluqlar verir. Bəli. Sanki tələsmirlər. Camal önü boşdur. Zərbə olacaqmı? Yox. Pas verir Tərlan. Geriyə çəkilir Tərlan. Qapısı Amidlə oynadı. Tural. Turaldan uğurladı topu Xalid. Fuad qapıcı ilə özbəyizdi. Pasını verdi. Sənani nə edəcək? Zərbəsi qapıdan yan keçir. Təhlükəli hücumlar görürük həqiqətən tək bir komandasında. Əslində həm Sənani, həm Fuad özünün ikisinin də vuran ayaqları var. Yəni dəfələrlə görmüşük. Sadəcə bundan əvvəlki oyunda olduğu kimi zərbə əvəzinə pas əvəzinə zərbəyə üstünlük verir. Ramil topu uğurladı, gözəl oynayır. Zərbəsi dəqiq olmur. Amid Rauf'la oynayır. Hesab 0-0'dı qeyd edim. Əziz izləyicilər, 9-cu dəqiqədir. Tərlan geriyə çəkildi. Rauf'la oynayır. Rauf'un önü boşdu. Pasını verdi. Camal. Pas dəqiq olmur. Anlamırlar bir-birlərini. Geriyə oynadı. Xaliddən pas Camala gəlir. Rauf cinahı dəyişir. Tərlan. Bir daha Rauf. Zərbə gələcəkmi? Blok qoyulur Xaliddən. Sənani topu Xalidə verir. Pas yenə də keçmədi. Camal uğurladı. Heç nə yoxdur, bəli. Bəli, Kamran uğurladı kapitan. Gözəl sıyrıldı Camal Kamrandan. Pasını verdi. Elxan. Bir daha Camal pasını verir Tərlan. Camal zərbə gələcəkmi? Və qapının üstündən keçir. Çox gecikdilər. Düzgün yerinə yetirilmədi. Ayaqla yerinə yetirməlidir. Cabbar təkrar topu yerinə yetirəcək. Cabbar Xalidlə oynayır. Okey gelin bir. Halika. Kanal 2. Çek var. Sənani. Sənani Camaldan blok. Düz başla Sənani. Halid geri oynayır. Cabbar. Cabbar. Sənani. Sənani irəliləyir. Nə edəcək? Pasını verir geriyə. Xalid. Necə olar? Mutsuz da gedirik. Halid Cabbarla oynayır. Abu.
Bak bak. Bak. Bir daha Halid'le oynayır. Ramil. Kamran topu uğurladı Camal Kamrandan. Əks-hücum gördü, pasını verdi. Tərlanın dəqiq oynaya bilmədi. 11-ci dəqiqədir. Çox maraqlıdır. Hesab 0-0'dır Yunus. Nə düşünürsən? Hələ ki, yəni hər iki komanda çox böyük səhvlərə yol verir. Həm müdafiədə, həm hücumda. Bəli. Dəqiq oynaya bilmirlər. Tərlan axı ikinci dəfədir ki, təhqirə yıxıldı. İstədiyi zərbəni endirə bilmir. Tərlan Fuad Sənani, Kamran İsmail. pasını verdi. Blok gördü. Bəli, Fuad gözəl pas Sənaniyə. Sənani pasını verdi. Camal topu uğurladı və qapısında Amid'dədir. Amid tələsdi. Topunu Turala verir. Turaldan Elxana pas. Elxan topu qəbul edə bilmir. Bu oyunda təkbir komandası məğlub olsa, bu epizodda çox axtaracaq. Səbir epizodda artıq 4-cü səbir epizoddur. Gözəl pas gördük Fuaddan və müdafiədə Tərlan gözəl oynayır. Fuadın ara ötürmələri sanki De Bruyne ötürməsidir. Halid uğurladı. Pasını verir Sənani. Sənani edəcək zərbə görürük. Bəli, qapıdan yan keçir. Tərlan. Fuadın ara pasları çox inanılmazdır. Bir Kevin De Bruyne pasları izləyirik Fuaddan. Bəli, Fuad gözəl oynayır. Tərlan. Kilit paslar futbolda çox önəmlidir. Fuad da hələ ki komanda yoxdan təkbətəyə çıxardı. Artıq 2 dəfə Sənani təkbətəyə çıxardıb. Amma bitirə bilməyiblər. Bəli. Rauf. Pas dəqiq olmadı. Gol və qollar da görsək daha gözəl və daha maraqlı olacaq. Qeyd edim ki, oyuna tək bir komandası 6 nəfərlə gəlib və gözəl də oyun göstərdilər. Bu oyunda mütləq tək bir komandasına qələbə lazımdır. Yerdə qalan oyunçu Kamran kapitandır. Cərmə zərbəsi. Fuad topun başındadır. Yan qolunu saatları solada tutsun. Ramil topu yerinə yetirəcək. Zərbəsi Camala dəyir. Sənani baxır. Fuadla oynayır. Ozaldadır top. Qeyd edim ki 10 nömrəli oyuncu oyuna daxil olur. Ozal çata biləcəkmi? Yox. Ramil uğurladı topu. Və qapıcı Cabbardan top meydanı tərk edir. Tural. Ozal önü boşdur. İrəliyir. Zərbə endirə bilərdi. Yox. Xalid qoymadı. Out yerinə yetiriləcək. Baxır Ozal. Uzun bir pas. Tərlandadır top. Pası dəqiq olmur. Sənanidədir. Ramildən pas. Fuad. Fuad gözəl sıyrılır Camalı. Həqiqətən gözəl oyun nümayiş etdirir. Uzun bir pas. Camal topu uzaqlaşdırır başla. Fuad topu yerinə yetirəcək. Halid top istəyirdi. Ramil Fuadla oynayır. Sənani itirməyib. İrəliyir Sənani. Nə edəcək? Camal uğurladı mı? Bəli, Camal uğurladı. Pasını da verdi amma Cabbar öndə idi. Boşdu. Ozalın zərbəsi qapıdan yan keçir. Az qalmışdı. Hesab açıla bilərdi. Fuad topun çıxmağına qoymur. Heç nə yoxdur. Top davam edir. Ramil baxır. Geriyə pasını verir. Sənani zərbə görəcəkmi? Sənaninin zərbəsinə yenə Camal blok qoyur. Qeyd edək ki, hər mövqedə Camalı biz görə bilərik bu oyun. Çox gözəl oynayır. Tural uğurladı topu. Tural qapçını geridə qoyur. Pas verəcəkmi? Yox. Zərbə və qol. Və hesab açılır.
Əliyev Tural. Bəli, qeyd edim ki, bu oyunçu ikinci turun ən baxımlı qolunu vuran oyunculardan idi. Bəli, bəli. Falcao kimi aşırma zərbə cərmə zərbəsindən qol görmüşdü. Bəli, bəli. Qapıda da Bayram idi qeyd edək. Təcrübəli qapıcı idi. Xalid edəcək. Zərbəsi blok qoyulur Raufdan. Və qeyd edim ki, 16-cı dəqiqədir. Hesab açıldı. Cənub Futbol Klubu 1-0 öndədir. Baxmayaq ki, tək bir komandasının da təhlükəli hücumları var idi, amma hesabda geridədilər. Top bərk alındı. Fuad topu yerinə yetirəcək. Cabbarla oynayır. Qanunu var. Vurmayana vurarlar. Bəli, bəli. Səbir epizodları axtaracaq demişdik. Təşkil komandası. Yox, dəqiq olmadı Tural. Out. Kamran topu yerinə yetirəcək. Təşkil komandasında oyuncular da artıq bir-birini başa düşmürlər. Ramil Oyunu hələ əvvəlidir 1-0 böyük bir sıyrıldı, bir oyuncudan pasını verdi. Ramil çata biləcəkmi? Top Camaldan tərk edir. Top tək bir komandasındır. Kim düzgün qərar verir? Bəli, bəli. Fərdi Məmmədov görürdü. Pasını verdi. Fuad önü boşdu. Nə edəcək? Geriyə çəkilir. Sıyrıla biləcəkmi? Və Ramil! O top necə qapıya girmədi? Həqiqətən də Fuad əlindən gələni edir. Çox gözəl oynayır Fuad. Raufdan uzun bir pas keçmədi. Kapitan Kamran blok qoyur. Məncə komanda timeout götürməlidir bu dəqiqələrdə. Çünki oyuncular artıq komanda oyunu nümayiş etdirə bilmir. Evet, dediyin kimi timeout götürüldü Cənub Futbol Klubu tərəfindən. Timeoutdan sonra sizlərlə olacaq. Baxaq hansı komanda düzgün taktika ilə oyuna qoşulacaq. Bəli, timeout bitir. Top tək bir komandasındadır. Xalid Ramillə oynadı. Fuad, bir daha Ramil, gözəl paslaşırlar. Topu itirdi mi? Bəli, Ramil topu itirdi. Ülvi Ozala pası keçmədi və out. Fuad Xalidlə oynayır. Xalid, gözəl pas, Kamranın pası, Ramil. Bəlkə də buraxsaydı Sənani bitirə bilərdi. Bəli, yenə epizodlar qaçır. Bəli, Rauf. Ehtiyat oyuncular skamyasında təşkil komandasında heç kim yoxdur. Hələ oyunun əvvəlidir, yəni təşkil komandasının işi çox çətindir. Ozal pasını verdi. Camal geriyə oynayır Tural. Geriyə oynayır Rauf. Tural. Qeyd edim ki, Cənub Futbol Klubunda həqiqətən də müdafiə hissə çox yaxşıdır. Bəyənirəm. Qapıçılar da gözəl oyun nümayiş etdirir. Hücum da gözəldir. Cənub komandası artıq. Paslaşmaları görsən də Yunis. Timeoutdan sonra komanda canlanıb sanki. Pasını verdi. Ozalın zərbəsi Cabbar və uzaqlaşdırdı topu Xalid. Gözəl oynadı müdafiədə. Az qalsın Ozal başla zərbə vura bilərdi. Rauf. Camal. Hər kəs A qrupundan Muradoğlu komandası. Ülvi kapitan. Hər kəs A qrupunda Muradoğlu komandasını favorit görürdü, amma A qrupunun favoritlərinə baxın, Xətai və Cənub komandaları. Bəli, bəli. Cənub komandası Xətai ilə 3-3 qalıb, qeyd edim birinci turda. İkinci turda məğlub olub Modern komandasına. Üçüncü turda da 6-3 hesabı ilə Respekt komandasını məğlub edib. Bu turda qələbə qazansa 7 xal olur. Və baxaq bu gün Xətai komandasını Zərbə Ülvi! Ayağının üstü ilə qol görür Ülvidən. Bəli, Ülvidən gözəl qol. Bəli, bəli. Kapitanından. Hesab qeyd edək ki 2-0 olur. Kapitandan qol görürük. Tək bir komandasının vəziyyəti həqiqətən də pisləşir. O cür epizodlar qaçır və hesabda geriyə düşürlər. Kamran Fuadla oynayıb. Fuad. Xalid topu götürə bilmir. Tural. Pasını verdi Ülvi. Kapitan nə edəcək? Yerdə qalır və cərimə. Fuaddan. Bəli, bəli. Hakim əli cibə aparacaqmı 12 dəqiqələrindən? Məncə yox.
İlk dəfə idi olur. Məncə sarı çox kart təhlükəli hücum verilməz. idi. Məncə bu tempi söndürmək istəməz Fərdi Məmmədov. Çünki 6 nəfərdir tək bir komandası. Bəli. Tək bir komandasında həm hesabda məğlub olmaq, həm ehtiyac oyunçularının olmamağı, Turaldan bir yorğunluq, hər şey. eyni gol görmək istəyirdi Tural. Alınmadı, biraz yumşaq alındı. Sənani irəliləyir, zərbəsi qapıdan aralı keçir. Top toru yandan silkələyir. Bəli. Bu dəqiqələrdə təkbir komandasının vuracağı gol həqiqətən oyunun axarını çox dəyişər. Bəli, bəli. 2-1 olsa komandada canlanma görə bilərik. Camal geriyə oynadı. Tural baxır önə. Uzun bir pas. Qapıcı Cabbar yumruqları ilə topu uzaqlaşdırır. Hülvi, Ozal. Camal dəqiq ola bilmədi. Kamran baxır. Axtarır, geriyə oynayır Ramil. Gözəl ara pası Xalidə. 3-ə 3 epizod, 4-ə 3 hətta, 4 Fuad. səviyyəsindədir. Fuaddan gözəl pas Sənani qəbul edə bilmir. Tural. Ülvi. Ülvidən zərbə görəcəkmi? Ülvin zərbəsi qapının üstündən keçir. Cabbar Fuadla oynayır. Fuad topu saxladı. Fuad dayanmır sanki meydanda. Həqiqətən canın qoru meydanda. Top Camaldan mı tərk etdi? Bəli, küncdən zərbə. Düzgün qərar verəyinə. Fərid Məmmədovdan Ramil topu yerinə yetirəcək. Ara pası Sənani. İnanılmaz bir epizod. Sənani nəyi qaçırdırsan? Top qeyd edə ki, qapçıya dəymişdi. Amma çox çətin Dəqiq zərbə olmamışdı, bəli. Çox çətin zərbə vurdu. Heç də yaxşı vurmamışdı. Önü boş idi. Qapı da boş idi, qapısı yerdə idi. Sənani top saxlaya bilmir. Qapıdan zərbə. Önündə Ozal. pressing eləməyə başladı təknik Amid. komandası. Camal. Xalid uğurladı. Pasını verdi Fuada. Fuadın pası Sənani. Yenə qapıcı yerində idi. Amid gözəl oynadı qapısında. Camal. Həqiqətən gözəl oyun izləyir. Top bir bu qapıda, bir o qapıdadır. Qapıcı ilə üzmək istəyir Camal, amma Cabbar yerində idi. Qeyd edim ki, Cənub futbol klubunda dəyişikliklər görürük. Yerdə. Tural. Amid, Tural. Ozal. Qeyd edim ki, Yusif oyuna daxil olub 22 nömrəli oyunçu. Hazırda topu qəbul edənmədi və tək bir komandası topu yerinə yetirdi. Xalid Ramil oynayır. Qapıcı Cabbar. Xalid. Ramil. Kamran pasını verə bilmədi. Tural yerində idi. Tək topu Camal. götürmə eləmək istədi Sənani. Bəli, Ülvi. Oldu. Ülvi baxır. Ülvidən gözəl pas idi məncə bu, zərbə deyildi. Orada gözəl oyun nümayiş etdirir kapitan Ülvi. Bəli, bəli. Qeyd edək ki, oyuna təzə daxil olub. Ozal. Ozal nə edəcək? Qapıcı yenə də Cabbar. Ara pası keçmədi. Amid yerindədir. Camal oynayır. Camal irəliləyir. Dəqiq olmadı pası. Kamran Fuadla oynamadı. Ramil Yox, Ramil itirəcəkmi Ramil? Camal uğurladı topu. Pas verəcəkmi? Yusifin zərbəsi və gol. 3-0. Bəli. Oyuna girdi, golun vurdu. Yusif komandasını sevindirir. Camal topu gözəl uğurlamışdı və pasını da dəqiq verdi. Təşbih komandasında ən zəif çıxış edən oyunculardan biri Ramildir hələ ki. Nəsə komandaya uyğunlaşa bilmir. Həqiqətən də Cənub komandasında sürətli oyuncular var. 6 nəfərlə həmin komandaya qarşı oynamaq çətindir. Ozal
Müsabir epizodlar indi Cənub komandasından gəlir Pasını verir Ozal. onlar bu epizodları qaçı etmirlər. Qoşqardı qeyd edim. Oyunçu 8 nömrəli. Ozalın zərbəsi və gol. Müsabir epizodları təkbirdən Önü boş idi. qaçı etmirlər. Bəli, Ozal bağışlamadı 4-0. və birinci hissə bitir. İkinci hissədə sizlərlə olacağıq. Qodu senior. İkinci hissə başlayır. Fuad rəqib komandaya topu verir. Cənub Futbol Klubu 4-0 öndədir. Baxaq necə olacaq. Sonluq Rauf Tural oynayır. Tural pasını verir. Amid çata bilmədi, amma Yusif çatdı topa. Yox, Yusif də saxlaya bilmir. Xalid baxır önə. Pasını verdi. Ramilin zərbəsi Amid. Dizləri ilə topu uzaqlaşdırdı. Xalidin zərbəsi. Bir daha zərbə görüyor, amma dəqiq olmadı. Qapçı topu yerinə yetirəcək Amid. Müdafiəçisi Turalla oynayır. Tural önə baxır, uzun bir pas. Yusif. Ramildən blok görürük. Geriyə oynadılar Tural. Pasını verdi Amid. Az qalmışdı, Sənanın topu uğurlayacaqdı. Top Xaliddən tərk edir. Tural, Yusif. Qoşqar. Qoşqar topa çata bilmədi və Ramil uğurladı. Sənani. Sənanın pası keçmədi. Bir daha top Sənanidədir. Fuad baxır. Pasını verdi Ramilə və Yusifdən top tərk edir. Təşbih komandası əhsən düşür. Əsas 4-0-da necə döyüşkən oyun göstərirlər. Bəli, bəli. Əsasən də Fuadı qeyd edək. Fuad çox gözəl oyun nümayiş elətdirir. Gücdən zərbə Fuad yerinə yetirəcək. Baxır. Ramilə pas. Ramildən zərbə görəcəyimi? Zərbəsi amma dəqiq olmadı. Xalid də topun üzərindən keçdi. Çaşdırmaq istədi, amma top qapıdan yan keçdi. Amid Rauf'la oynayır. Rauf cinahı dəyişdi və Qoşqar topu qəbul edəmədi, amma top Cənub komandasında Turalın zərbəsi qüvvətli alınmışdı, amma toxunuş yoxdur. Raket zərbəsi göndərdi sanki. Top dirəyin aldı, yanından çölə çıxdı. Öyle. Xalid, Ramil. Ramil itirmədi, irəliləyir. Rauf'dan blok görürük. Xalid topu yerinə yetirəcək. Kapitan Kamran. Xalid. Pasını verdi Sənani. Fuad. Xalid. Fuad pas istəyirdi ondan. Ramil. Heç nə yox. Yerdə qalır və cərmə. Xalid topu qoyaraq keçdi və topu Ramilə buraxır. Canlı sədd qurulur qapçıdan və toxunuş var idi Turala. Fuad geriyə oynadı. Kapitan Kamran. Dəqiq ola bilmir. Amid. Rauf'la oynayır. Rauf'dan pas keçmədi. Rauf səhvini düzəltdi. Qoşqar. Qoşqar irəliləyir. Önü boşdur. Zərbəsini vurur. Cabbar yerində idi. Fuad. Fuad önünə baxır. Pasını verdi. Ramil. Ramil baxır. Pasını verdi Sənaniyə. Sənaninin pası, amma qapçı Amiddədir top. Amid gözəl oynadı burada. Rauf. Yusif. Qapçı ilə oynayır. Top saxlaya biləcəkmi? Bəli, top çıxmadı. Hal-hazırda top çıxır. Dəqiq ola bilmədi qapçı Amid. Hücumu biraz olsa dəfələdilər. Ramil. Fuad'la oynayır. Ozal yox. Fuad gözəl oynayır. Pas keçəcəkmi? Yox. Amid. Amid Ozal'la oynayır.
Ozal irəliləyir. 5-ə 3. Pasını verdi Rauf. Tural pas keçmədi. Toxunuş edə bilərdi Qoşqar. Bəli, bəli. Başqa hər kəs hücumdaydı. Müdafiədə heç kim yoxdur. Və küncdən zərbə qazanır amma Cənub Futbol Klubu yerinə yetirəcək. Pasını verdi. Ozalın zərbəsi. Heç də dəqiq olmadı. Məğlub olur. Bəli. Heç də dəqiq ola bilmədi Ozal. Ramil uzun bir pas görürük. Ozal qarşıladı. Top Ozaldadır. Pasını verdi. Rauf geriyə oynayır. Tural. Ozal. Ozal itirdi. Əks hücum. Qapçı ilə üzbəyizdi. Fuad. Və avtogol. Bəli. Yusif idi. Avtogol edən oyuncu. Hesab 4-1 olur. Yunus. Bəli. Cənub komandası çox böyük yanlışlığa yol verir. Fuad axır ki istəyinə nail oldu. Həqiqətən də bu qolda Fuadın böyük rolu var idi. Ozal, Qoşqar, Rauf itirmir, geriyə çəkilir. Hamid uzun bir pas, dəqiq ola bilmədi. Qapıdan zərbə. 4 hesab ilə öndə olan komanda 5 nəfərlə hücuma çıxır. Onun da məntiq nəticəsi olaraq təşkil Bir top komandası buraxıb, əks bəli. hücumda bəli yaxaladı və qol vurdular. Tural, Camal, Hamid, Tural, bir də Hamid. Camal sıyrıldı kapitanla. Baxaq nə edəcək? Pas verəcəkmi? Verdi pasını. Tural. Tural nə edir? Pasını verdi Camala. Camaldan gözəl pas. Ön boşdu. Pasını verdi. Rauf. Bir də zərbə gəldi amma blok qoyulur. Yenə zərbə Xalid ilə blok. blok qoyur. Bəli. Fuad. Fuad oyuncularını önə səsləyir. Fuad və cərimə, bəli. Tək bir komandası cəriməni yerinə yetirəcək. Yerindən yerinə yetirməsi istəyir. Bəli, Fərid Məmmədov. Ramil Xalidlə oynayır. Kabral. Kabraldan kobud səhv. Qoşqar pası dəqiq olmadı. Çox yumşaq alınmışdı. Və qapısı topu qarşıladı. Top Turala dəyir, out. Gəl də tutar, baxdan sonra. Başda zərbə görəcəyimi yox. Kamran topu qəbul edir. Camal uğurladı. 1.50 çata biləcəkmi? Yox. Əlimdən Out. Xalid. Fuad. Ramil. Tərlan uzaqlaşdırdı topu. Kamran Ramillə oynayır. Tural topu uğurladı. Qapıcı öndədir. Qapı boşdur. Nə edəcək? Qapısını keçdi. Pas verəcəkmi? Zərbəsi! Tural pas verə bilərdi. Ozal boş idi cinahda. Cənub komandası bu episodları axtaracaqmı birazdan? Məncə bir qolda tək bir komandasından görə bilərik. Kamran topu qəbul edir sinəsi ilə. Kamran pasını verir Fuada. Bir daha Kamran. Ara pası keçmədi və Ozaldadır top. Əks hücum 3-2-yə. Ozalın pası keçmir. Xalidə toxunaraq qapıçıya gəlir. Fuad. Fuad gözəl hərəkətlər görürük Fuaddan həqiqətən. Fuad həqiqətən. Çox sürətli oynayır. Zərbə vurmuşdu. Qapıdan aralı keçir. Topu Cənub komandasının qapısı yerinə yetirdi. Amid, Camal, Rauf, Tural. Gözəl pas verir Camala. 4'e 2 edilər. Pasını verdi. Ozal'ın yerlə pası. Ramil qarşısına alır. Yerlə pas. Rauf uğurladı topu. Ozal. Komanda şəklində çox gözəl pas oyunu oynayır Cənub komandası. Bəli, Turaldadır. Turalın qüvvətli zərbəsi blok. Gücdən zərbə. Qeyd edim ki, Yunus 35-ci dəqiqədir.
Baxaq son necə olacaq. Bir daha gücdən zərbə Tərlan yerinə yetirəcək. Dəqiq olmadı. Cabbar. Xalid itirmədi, pasını verdi. Fuad çata biləcəkmi? Bəli, çatdı. Fuaddan pas Xalidə. Xalid nə edəcək? Pas versə daha gözəl olar. Sənani bəlkə də 4-cü dəfədir belə epizodları qaçırdır. Yenə vurmayana vurarlar prinsipi, işə düşə bilər. Təkbir komandası bu cür epizodda topu qapıya göndərə bilmədi. Rauf gözləyir, tələsmir. Qapıcı Amidlə oynadı. Çünki vaxt Amid uzun pas. Ozal pas verə biləcəkmi Tərlana? Verdi pasını. Tərlan nə edəcək? Geriyə çəkilir, tələsmir. Ülvi də pas istəyir. Rauf qoşuldu. Rauf pasını verdi Camal. Camal içəriyə doğru girdi. Sıyrılacaqmı? Tərlan dəqiq ola bilmədi. Camal Musiala keçidləri. Cabbarın da pası dəqiq olmadı. Out Can Futbol Klubu. Ozal. Ozalın zərbəsi Xalidə dəyərək meydanı tərk edir. Out. Ülvi kapitan oyuna daxil olur. 9 nömrəli oyuncu. Geriyə oynadı Camal. Pasla önün. Hamid. Hamiddən ara pası. Ozal. Kamran blok qoyur kapitan. Ülvi. Rauf. Tərlan. Tərlan gözəl sıyrıldı, amma cərimə zərbəsi. Cənab komandasının veteran oyuncusu meydandadır. Bəli, bəli. Qeyd edək ki, o Elxandır. Komandanın 14 nömrəli oyuncusu Əliyev Elxan. Amid. Camal tələsdi və out. Təkbir komandası tələsir. Baxaq nə edəcəklər. Top hərəkətdə topu meydana daxil edir. Bəli, düzgün yerinə yetirilməmişdi. Fərdi Məmmədov bildirir kapitana. Ülvi. Pasını verdi Tərlan. Gözəl pas Ülviyə, amma gəlmədi. Ramil. Çox gözəl oyun nümayiş etdirir. Düzdür, səhvlərə yol verirlər, amma pas oynayırlar komandada. Fuad. Fuaddan ara pası Sənani. Amid. Sənani bir daha pas Kamrandan. Fuad. Fuad artıq nə etsin? Həqiqətən də bir daha pasını verir Kamrana. Bir oyuncu bir komanda üçün nə etsin? Hər şey eləyir. Amma komanda yoldaşları sevindirə bilmir Fuadı. Çünki futbol komanda oyunudur Ceyhun. Bir oyuncu ilə olmur. Cabbar öndədir. Baxır. Pasını verdi. Camal başla uzaqlaşdırır. Sənani. Gözəl oyun nümayiş etdirir Camal. Sənaninin önü boşdur. Dəqiq ola bilmir. Time-out götürür Cənab Futbol Klubu. Time-outdan sonra sizlərlə olacağıq. Və time-out bitdi. Cənab Futbol Klubundadır top. Tural. Camal'la oynayır. Camal itirmədi. Və top Turaldadır. Tural nə edəcək? Sıyrıla bildimi? Bəli. Pasını verdi Tərlan. Qapı boşdur və Tərlanın qolu. Tərlan əslində Elxana ötürmə etmişdi, amma Bəli. top qapıdan keçdi. Tərlan da qeyd etdim ki, bombardirlik cədvəlinə düşə bilən oyunculardandır. Bəli, bir oyunda 4 qolu var idi Tərlanın. Hal-hazırda 1 qol vurdu. Məncə 5 qolu var Tərlanın. Kamran. Pası keçmədi. Bəli, bəli, 5-1-də hesab. Turalın zərbəsi qapıdan yan keçir. Kamrandan Çobuda oyun gördük və Fərid Məmmədov sarı kart bildirdi. Qapıdan zərbə Cabbar Xalidlə oynayır.
Xalid irəliləyir. Pasını verdi Fuad. Ramil oynayır. Ramil komanda oyunlarına biraz zəif qoşulur bugün və o da həqiqətən ehtiyat oyuncusu qiymətli oyuncusu olmayan komandaya çox böyük təsir edir. Xalid topu uğurladı Tərlan. Yox, Ramildədir top. Cərimə zərbəsi. Cərimə zərbəsi yerinə yetirilir. Xalid Ramil oynayır. Uzun bir pas. Fuad da çatdı. Bəli, Fuad qapısı ilə üzbəyizdir. Zərbə görəcəyimi? Pasını verdi Sənani. Elxan topu uzaqlaşdırır. Sənani kimlə oynayacaq? Geriyə oynayır. Xaliddən pas Ramilə. Ramilin zərbəsi Camal blok qoyur. Xalid pasını verdi Sənani. Fuad. Fuaddan gözəl pas. Çox pis zərbə gördük Xaliddən. Amid Ülvi ilə oynayır. Ülvidən pas Tərlana. Tərlanın zərbəsi Cabbar gözəl uzaqlaşdırır topu. Camal pasını verdi. Elxan zərbəsi Cabbar yenə seyv edir. Sənani sıyrıldı, bəli. Pasını verə bilmədi. Uğurladılar onu. Elxanla gözəl daban pası görürük. Amid, Ozal, Elxan. Geriyə oynayır Ülvi. Tural. Camal önü boşdur. Nə edəcək? Yox. Camaldadır top. Pasını verdi. Top yenə Camala gəlir. Turalın zərbəsi və gol. Qapısının ayaqları arasından keçir. Hesab 6-1 olur. Çənin futbol klubu hesabda öndədir. 43-cü dəqiqədir qeyd edim. Fuad Sənani ilə oynayır. Kapitan Kamran. Ramil irəliləyir. Pasını verdi Fuad. Sənani ilə oynadı. Cinahı dəyişirlər. Kamran. Zərbə olacaqmı? Kamranın zərbəsi blok Camaldan. Gücdən zərbə. Tək bir komandası yerinə yetirəcək. Kamran. Uzla zərbəsi out. Toxunuş var idi və tək bir komandasındır. Geriyə pas Sənani. Sənani baxır. Kimə verəcək? Çönür. İrəlilədi Fuad. Pasını verdi Sənani. Müdafiədə. Kim idi bu? Qoşqar idi, bəli. Gözəl oynadı Qoşqar. Uzun bir pas, qapıcı yerindədir. Tərlan. Cabbar topu uzaqlaşdırır, pasını verdi. Bəli, top hərəkətdə idi. Fərdi Məmmədov görürdü bunu. Avutu Kamran yerinə yetirəcək. Pasını verdi Ramil. Kamran pas istəyirdi ondan. Ramilin zərbəsi aralı keçir qapıdan. Amid. Camaldır bu. Uzun bir pas keçmədi. Xalid qəbul etdi və Fuada verdi pasını. Topu uğurladılar. Qapıcı Amiddədir top. Uzun bir pas. Tural topu saxlayır. Cinahı dəyişə biləcəkmi? Bəli, Tərlanla oynadı. Tərlan irəlilədi. Tərlan nə edəcək? Qapıcı da öndədir. Tərlan geriyə çəkilir, pasını verir. 2-nin 2-yədilər və Xalid qapısını qoruyur. Gücdən zərbə. Kapitan Ülvi yerinə yetirəcək. Baxır. Uzun bir pas keçmədi. Fuad. Fuaddan Sənaniyə pas. Sənani. Qoşqar topu uğurladı. Camal. Camal irəliləyir. Nə edəcək? Bəli, Sənani gözəl oynadı və topu aldı. Xaliddədir top.
Ramil topu saxlaya bilmir. Camal. Top düzgün yerinə yetirilmədi, xəttə deyildi. AO Təkbir komandasının Ramil, Sənani. Sənani zərbəsi yenə qapını aralı keçir. Sənani heç də bu gün yaxşı oyun göstərmir. Zərbələri çox olub, amma komandasını sevindirə bilməyib. Tural. Ramil topu uzaqlaşdırdı. Turaldan aldılar. Xalid. Fuad top istəyir. Xalid nəyi gözləyir? Pasını verdi və gec oldu. Bəli, Camal topa çatdı. Ülvi irəliləyir. Pasını verdi və gol! Gol Ülviyə sayılır. Tural qapısını çaşdırdı və komandasını Ülvi sevindirdi. Ülvi dubl edir. Hesab 8-1'dir. Təkbir komandasındadır top. Xalid pasını verir. Kamranın zərbəsi dəqiq olmadı. Yaş, koşma, yaş, oldu. Tural. Kamran qırmızı kart görür. Fərid Məmmədov qırmızı kartını bildirir. Cərimə zərbəsi Tural yerinə yetirəcək. Cərimə zərbəsi yerinə yetirilir. Tural Qoşqarla oynayır. Qoşqardan pas Yusif. Yusif pasını verir. Camal. Out. Qeyd edim ki, Təkbir komandası 5 oyuncu ilə qalır. Hesabda 8-1 geridədirlər və kapitanları qırmızı vərəq alır. Heç də vəziyyətləri yaxşı deyil. Yusufun pası dəqiq olmadı. Ramil irəliləyir. Pasını verdi. Fuadın zərbəsi dəqiq ola bilmədi Fuad. Amid. Uzun bir pas. Ozal pasını verə bilmədi. Cabbardan pas. Sənani. Sənani irəliləyir. Top saxlaya biləcəkmi? Bəli, saxladı. Pasını da verdi, amma top Fuaddan tərk edir. Qapıdan zərbə. Amid baxır ətrafına. Qoşqar, Ozal. Ozal irəliləyir. Pasını verdi Yusif. Bir daha Ozal, zərbə vuracaq mı Ozal? Ozalın zərbəsi. Az qalsın 9-luğa gol görə bilərdi Ozaldan. Dirəkdən top tərk edir. Cabbar. Bir oyuncusu sıyrıldı. Pasını verdi Xalid. Xaliddən uzun bir pas. Sənani çatacaqmı? Bəli, Sənani çatdı, amma dəqiq ola bilmədi. Qoşqar topu yerinə yetirir Yusif. Və ikinci hissə bitir. Cənubi Futbol Klubu 8-1 hesabı ilə qalib gəlir. Şərhçiniz mən Mir Ceyhun Mənsimov idi. Sağ olun.